Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişi efirdədir. Sizinlə mən Şəbnəm. Və mən Rəsul. Könüllü olmaq istəyənlərin diqqətinə. 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-ə zəng edərək isə layihə və ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Ötən həftə Asan könüllülərinin Sevil tamaşası səhnələşdirilib. Bu Asan könüllülərinin 5-ci Asan Teatr Festivalı çərçivəsində səhnələşdirilən ilk tamaşası olub. Sevil tamaşası Konstitusiya və suverenlik ilinə əsr olunub. Beləliklə, elə bugün Sevil tamaşasından danışacağıq. Əvvəlcə tamaşadan görüntülərdən hazırlanan bir video çarxımız var. İstərdim ki, onu izləyək. Sonra keçək qonaqların təqdimatına. Bəli, əziz dostlar, mən də bu tamaşada Balaş rolunu canlandırırdım. Bəli, elə Rəsul bugün həm verilişin aparıcısıdır, həm də qonaqdır. Doğrudur Şəbnəm, sən isə həmin tamaşanın aparıcısı idin. Və mən istərdim ki, Sevil obrazının ifaçısı Ayşə Qayıbova və Gülüş obrazının ifaçısı Zeynəb Səmədovanı sizlərə təqdim edeyim. Xoş gəlmisiniz gənclər, necəsiz? Çox sağ olun, yaxşıyıq. Siz yaxşı olun. Çox sağ olun, yaxşı olasınız. Sizi yenidən görmək çox xoşdur. Təşəkkürlər. Obrazınıza hazırlıq necə keçdi? Hazırlıq prosesi mənim üçün həm əyləncəli, həm öyrədici idi. Mən Sevil tamaşasını yenidən oxudum və hazırlanmış bütün pyeslərə, bütün tamaşalara yenidən baxdım və gülüşü həqiqətən hiss etməli idim. Sağ olsun, rol yoldaşlarım da mənə bu işdə çox kömək oldular. Eyni zamanda rejissorumuz Azər bəyə də təşəkkür edirəm bu vasitə ilə. Çox maraqlı idi mənim üçün. Mən demək olar ki, universitet vaxtından tanış idim Sevil obrazı ilə, amma Fikrət Əmrovun Sevil operasından Sevilin ariyalarını öyrənmişdim. Amma bunu ancaq müəllimim mənim üçün musiqi olaraq, xarakter olaraq bilirdim. Teatrda isə ilk dəfə idi. Buna görə də bu böyük bir məsuliyyət idi. Bura gələndən sonra da sizinlə bir yerdə olmaq, həm rejissorun bizimlə işləmə şəkli, bizə olan səbri, həm sizin bizlə olan səmimiyyətiniz, hamımızın bir yerdə, necə deyim, Birlikdə hazırlaşdıq. çabası ilə, yəni bir yerdə hazırlaşdıq. Mən isə obraza hazırlaşarkən təbii ki, mən də əsərlə tanış idim, amma yenidən əsəri başdan oxudum. Operada, mən ilk dəfə idi bu arada operada çıxış edirdim, yəni ariyalar oxuyurdum. Daha öncə musiqi təcrübəm olmuşdu, amma bir tamaşada bu qədər ağır rolu ilk dəfə idi. Üstəmə götürmüşdüm ariyalarla bir yerdə. Mən də hazırlaşdım, həm operaya baxdım, həm əsərə baxdım və orada Balaş obrazını götürdüm və sanki mənəmmiş kimi onu böyütməyə çalışdım öz içimdə. Ayşə, sualım sənədir. Sevili canlandırmaq sənin üçün emosional olaraq çətin olmadı? Emosional olaraq
əslində asandır deyə bilmərəm, çünki çətin bir obraz idi. Çünki Sevil xarakter olaraq çox dəyişirdi. Birinci çox avam idi, sonradan öz haqqını tələb edir və bu onun yaşadıqlarını mən birinci özüm dərk etməli idim. Onun yaşadığı əslində çox görünməsə də məncə Sevil obrazı çox acı çəkib və onu dərk edib özümdə sonra insanlara çatdırmaq bir məsuliyyət idi. Yəni öhdəsindən gəlməyə çalışdım deyim. Çox gözəl. Zeynəb, bu dəfə sualım sənədir. Gülüş olmaq necə idi? Gülüş olmaq çətin idi ümumiyyətlə. Deyərdim ki, bəlkə də həyatımın ən gözəl təcrübəsi idi gülüş rolunu canlandırmaq. Çünki mən də bir növ daxilimdə olan gülüşü tapdım bu səhnədə, bu tamaşada. Güclü qadın olmaq, sözlərini çəkinmədən qarşımdakı insanlara demək, dik duruşlu olmaq. Bir növ mən gülüşlə sağollaşanda həm sevincli idim, həm kədərli idim. Gülüşlə sağollaşdım, amma daxilimdəki gülüşlə isə davam edəcəyik. Sevil tamaşasının vermək istədiyi mesajlar hansılardır? İstərdim ki, ikiniz də cavablandırasınız bu sualı. Qadın azadlığı. Qadın oxumalıdır ki, cəmiyyətimiz inkişaf etsin və haqqımızı hər zaman tələb edək. Mən bu suala belə cavab verə bilərəm. Tamaşanın da sonunda dediyimiz kimi, bütün qadınlar oxumalıdır. Oxumuş qadın, oxumuş cəmiyyət deməkdir. Qadın inkişaf edərsə, qadın oxuyarsa, qadın ayaqları üzərində dayanarsa, bu inkişaf etmiş cəmiyyətə bərabər olar deməkdir. Çox gözəl danışdınız. Biz sizi çox dəstəkləyirik və qatılırıq. İndi isə sualım hər üçünüzədir. Mənə maraqlıdır ki, bəs sizin rollarınızla ortaq xarakterləriniz varmı, ortaq xüsusiyyətlər var? Gülüş, sizdən başlayaq. Mən bu suala belə cavab vermək istəyərəm. Gülüş elə Zeynəbdir, çünki mənim gülüşlə bütün xarakterlərim demək olar ki, üst-üstə düşür. Hazırlıq proseslərində müəyyən dərəcədə bəli, obrazı oynamaqda çətinliklər var idi, çünki bəlkə də tam özümü orada görə bilmirdim və yaxud da özümə inana bilmirdim. Amma özümdə daxilimdə olan Zeynəblə gülüşü birləşdirəndə səhnədə çox möhtəşəm bir görüntü yarandı. Mən də gülüş kimi dik duruşlu, sözünü deməkdən çəkinməyən, azad ruhlu bir qadınam. Ona görə düşünürəm ki, bu səhnədə də özünü bariz şəkildə göstərdi. Demək olar ki, Sevil əslində xarakter olaraq sakit xarakterli biri idim hər zaman. İçimdə olan potensialı həmişə bastıran biri olmuşam. Sevil kimi bu Sevilin tamaşasının sayəsində hətta içimdə olan o potensialı çıxartdım üzə və Sevillə özümü qarşılaşdırdım ki, yəni irəli getmək lazımdır, çabalamaq lazımdır və o potensialı üzə çıxartmaqdan ötürü cəsarətli olmaq lazımdır və həyatımda bundan sonra da belə cəsarətli olacağam. Bəli, biz əminik ki, Ayşə, sizi bir çox tamaşalarımızda görəcəyik. Bəs Rəsul, sən nə deyə bilərsən? Belə deyim, Balaş tamaşanın mənfi xarakteri idi və mən o mənfi xarakterlə ortaq hər hansı bir cəhətimi demək istəmirəm. Ona görə deyirəm ki, mənim Balaşla o qədər də ortaq bir cəhətim yoxdur. Varsa da çox az. Komandamızın burada olmayan digər heyəti də var təbii ki. Onlarla birlikdə bizim çox xoş xatirələrimiz oldu. Biz həm hazırlaşırdıq, həm öyrənirdik, həm də ki, deyib gülürdük, bir növ əylənirdik. Ona görə danışacaq əslində çox xatirələrimiz ola bilər. Məncə buna vaxtımız yetməz. Məncə də. Təşəkkür edirik gənclər. Sizinlə çox uzun söhbət etmək olar, çünki bu mövzumuz çox maraqlıdır. Amma vaxtımız məhduddur. Sizə işlərinizdə və həyatınızda uğurlar arzu edirik. Çox sağ olun. Biz də sizə uğurlar arzu edirik. Təşəkkür edirik. Bax belə hörmətli izləyicilər, bugün qonaqlarımız Sevil tamaşasının Sevil obrazının ifaçısı Ayşə Qayıbova və gülüş Zeynəb Səmədova idi. Və mən idim Balaş obrazını canlandıran Rəsul İbrahimov. Hörmətli Asan TV izləyiciləri, daha bir Könüllü Sən verilişinin sonuna gəldik. Hər həftə Könüllü Sən izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik.